Hə. Xərcib, diqqətin burada olsun. Natriumda 11 dənədir, xlorda da 17 dənədir. 11-i açanda necə olur? 2S2, 2P6, 3S1. Elə yazıram 3S1. Xlor 17-də açanda necə olacaq? 1S2, 2S2, 2P6, 3S2, 3P5 üstü 17 olmalıdır da, 3P5. İndi bunun 3S1-in oktet qaydasına gəlmək üçün nə etməlidir? Almalı, verməlidir. Almalı, verməlidir. Verməlidir. Çünki dala qayıtmalıdır. 2S2, 2P6-ya gəlməlidir. Verir, olur natrium müsbət 1. Xlor amma, baxın 3S2, 3P5. 7-sini verər, yoxsa birini alar? Birini alar. Olan xlor mənfi 1. Bu metaldır, bu qeyri-metaldır. Bu müsbət, yəni kationdur. Kation. Bu isə mənfi 3-lü aniondur. Bax, belə bir qaydamız var. Sən keçəndə olmayıbsan. Metalla qeyri-metal arasında və ya da kationla anion arasında yaranan cazibə qüvvəsi elektrositatik ion rabitəsi adlanır. İon rabitəsi adlanır və formulda təyin edilir. Natrium yazıram, xlor yazıram. Bu yük 1-1 olduğuna görə üstlərinə 1-1 düşür. Çarpazı düşəndə elə 1-1 olaraq qalır. Yaxşı. İndi bu ion rabitəsində. Çünki biri metal, biri qeyri-metal idi da. Kovalent rabitə isə, indi deyəcək, 2 dənə qeyri-metal arasında olur. Çünki bax, tərifdə bayaq xətlədik. Dedik ki, qeyri-metal atomlar arasında yaranır. Və kovalent rabitəyə misal göstərdik. Dedik ki, hərəsi birinə qoyur da, ortaq elektron cütü hesabına yaranır. Məsələn, flörü misal göstərdik. Flör 9-dur. Açıram, axır olur 2S2, 2P5. Qrafiklərlə çəkəndə 1, 2 elektron burada. 3 dənə də xana buradadır. 1, 2, 3, 4, 5. Bir dənə təki var. Başqa bir flörlə də girəndə yenə 2S2, 2P5 olur. Yenə çəkəndə burada 2 dənə, burada da eyni şey çəkirəm. 3 xanaya 1, 2, 3, 4, 5. Yenə bir dənə təki var. İndi nöqtələrlə də göstərək. Burada 1, 2, 3 dənə cütüm var. 1 cütüm, 2 cütüm, 3 cütüm. Bir dənə təkim var. Burada da 1, 2, 3 cütüm, bir dənə təkim var. Təklər arasında yaranır nə? Ortaq elektron cütü hesabına hansı rabitə? Kovalent rabitə. Və burada da görsən, hər biri elə bir ki, özünü 8-ə tamamlandı. Bu formada sayıram. Hər biri özünü nəyə tamamlamış oldu? 8-ə. Dayandır.